Salam, hər vaxtınız xeyir olsun. Bugün dadına da çatmayan ən dadlı, hər kəsin çox bəyəndiyi ballı qozlu tort resepti bölüşürəm. Öncelikle qaba 4 adet yumurta, 1 stəkan şeker tozu, duz əlavə edib bunları ağarana qədər qarışdırıram. Yumurta ile şeker tozu ağarana kadar karıştırdıktan sonra üzerine 1 stəkan süt, 1 stəkan bitki yağı, 3 xörək qaşığı dolusu bal əlavə edirəm. Yeniden bunları həll olana kadar karıştırıram. Üzerine 3 stəkan un əlavə edib onu da həll olana kadar karıştırıram. Xəmir hazır olduktan sonra üzerine xırda doğranılmış qoz əlavə edirəm. Tortun xəmiri hazırdır. Bu cür çox gözəl bir xəmir alındı. Bisküvitin qatları eyni olsun deyə bu cür qaba əlavə edirəm. Bişirəcəyim listə yağlı kağız yerləşdirib xəmir əlavə edirəm. Listin böyüklüyü qədər xəmiri hər tərəfinə yayıram. 180 derece isidilmiş sobada 8-10 dəqiqə bişirirəm. Bisküvit pişdi artıq, sobadan çıxarıb kağızdan ayırıram. Öncədə qeyd etdiyim kimi bu xəmiri 4 qat edəcəm. Bütün qatları bu cür hazırlayıram. Bisküvitin 4'ü de artık pişti hazırdır. Kenarlarının eğrisini kəsirəm. Bisküvit de hazır olduktan sonra krem hazırlayıram. Krem için 500 gram qaymağı bərkiyənə qədər qarışdırıram. Qaymağı bərkiyənə qədər qarışdırdıktan sonra üzerine bir banka qaynadılmış süt əlavə edib bunları da birləşənə qədər qarışdırıram. Krem de hazırdır. Çok güzel, çok havalı krem alınır. Krem de hazır olduktan sonra başlayıram tortu yığmağa. Tortu bu cür formada her zaman yığıram ki tort düz olsun. Bisküvitin qatlarını kremləyib üzerine xırda doğranılmış qoz səpirəm.
Tortun üzerini ve kenarını da güzel kremləyirəm. Tortun üzerine de xırda doğranılmış qoz səpirəm. Tort hazır olduktan sonra bir gün saxlayıram. Tortu bir gün saxladıktan sonra dilimlərə ayırıram. Tortun hazır şəklinə də baxa bilərsiniz. Dadına doyum olmayan, çox dadlı, möhtəşəm, qozlu, ballı tort alınır. Yeyən hər kəsin dadına doymadığı çox möhtəşəm, yumuşaq, qozlu, ballı tort alınır. Videonu izləyib rəy yazan hər kəsə öncədən təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.